Bakı Dövlət Universitetinin ev sahibliyi, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti, Çinli Amerikan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə Türk dünyasında transformasiya və inteqrasiya, iqtisadiyyat, siyasət və texnologiya adlı beynəlxalq konferans keçirildi. Açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirdi ki, hazırda müasir dünya dərin transformasiya dövründən keçir. Davamlı inkişafın əsasını isə məhz bilik, innovasiya və insan kapitalı təşkil edir. Bu kontekstdə Türk dünyasında inteqrasiya prosesləri yeni mərhələyə qədəm qoyur. İqtisadi əməkdaşlıq, siyasi dialoq, nəqliyyat, logistika layihələri, enerji təhlükəsizliyi və texnoloji inkişaf sahələrində atılan addımlar ortaq gələcəyimizin formalaşmasına çox mühüm töhfə verir. Bu prosesdə universitetlərin və elmi tədqiqat mərkəzlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki dayanıqlı inteqrasiyanın əsasında yalnız iqtisadi və siyasi maraqlar deyil, eyni zamanda ortaq elmi düşüncə, mədəni yaxınlıq və intellektual əməkdaşlıq dayanır. İnanıram ki, bugünkü konferans çərçivəsində aparılacaq müzakirələr universitetlərimiz arasında gələcək inkişaf perspektivlərinə dair yeni yanaşmaların ortaya çıxmasına imkan yaradacaqdır. Beynəlxalq münasibətlər və İqtisadiyyat Fakültəsinin dekanı Laçın Abışlının sözlərinə görə Bakı Dövlət Universiteti beynəlxalq əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verir. Universitetlər arasında elmi əlaqələrin gücləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi Bakı Dövlət Universitetinin prioritet istiqamətlərindəndir. Bizdə tədbirin əsas hissəsi bizdə keçirilir. Mütəmadi olaraq Türk dünyasına aid tədqiqatlar, elmi tədqiqatlar, ictimai tədbirlər universitetdə keçirilir və Cənab Prezidentin and içmə mərasimində də bildirdiyi kimi bizim inteqrasiya edəcəyimiz yeganə ailə Türk dünyasıdır. Bu prinsipi əsas tutaraq universitetimiz mütəmadi belə elmi konferanslar təşkil edir. Qeyd edək ki, növbəti günlərdə də konferans bölmələr üzrə fəaliyyətini davam etdirəcək. Eyni şəkildə 8 may tarixində konferansın onlayn bölmələri həyata keçiriləcək.